bizim YouTube kanalımızın abunəçiləri və xalqımız. Biz indi reyhan yığırıq. Amma reyhan elə yığmaq lazımdır ki, onun yolun göstərir. Reyhan onsuz da hər bir yarpağı yeyilir də bunu. Onun reyhanı elə yığmaq lazımdır ki, buradakı bu balalar var ha. Bunlara cəynəmək şərti ilə. Qoltuq budaması deyirlər də buna. Elədir ki, özlərin qopartmırsan ki, yenə də böyüsünlər də. Belə olur. Məsələn, çox alır. Mən həmişə elə budayıram, çox alır. İndi tərpətöyünü də yaxşılar. Tərpətöyünü göstərib gelir. Mən həmişə belə deyirəm. Belə də xeyrini görürəm də. Bu üçüncü şeydir. Budamadım mən bunun. Dördüncü partiyadır mən bunu budayıram. Cavan nəsli saxlayırsan, qoca nəsli budayıram. Sizə də belə məsləhət görürəm ki, belə nəsə, bu bara, bunu saxlayıram ki, böyüyəcək o. Bunu qopardı, belə bir şey. Toxumluq onu qoymuram da çox keçsin. Sağ olun.